qonşu mənzildə də bax elə görürsünüzmü? Daş örülür, sonra qəliblər qurulur, beton tökülür. Gördüyünüz kimi burada da beton kontakt işlərimiz gedir, beton kontaktdan sonra. Burada dərdivan vurulmağa ehtiyac yoxdur, çünki burada daş örüləndən sonra beton tökülür. Əgər betondan sonra daş örüləcəksə, mütləq qaydada bura dərdivan vurulmalıdır. Misal olaraq göstərə bilərəm sizə. Gördünüzmü bax, burada əks tərəfdə bax elə nümunə olaraq burada tam doğru göstərmək olar. Görürsünüzmü burada daş örülür, sonra beton tökülür. Eyni proseduru göstərim sizə qonşu mənzildə də bax elə görürsünüzmü? Daş örülür, sonra qəliblər qurulur, beton tökülür. Belə olan tədbirdə ehtiyac yoxdur bura dərdivan vurmağa. Amma belə olan tədbirdə isə ehtiyac var. Çünki niyə? Bu sonradan hörüldüyü üçün gələcəkdə burada saxlamalar ola bilər. Tam olaraq altı dolur, ondan sonra dərziban vurulur. Ondan əvvəl betona kontaktda mütləq qaydada diqqət etmək lazımdır.